Özlədiyim Gəncə səbətimiz gəldi. Deməli, bunlar əsas sifariş etmə səbəbi nədir? Ailələrimizi qonaq çağırmışıq və onlar da keçmiş insanlardır. Hər şeyi, hər yeməyi, hər bişirilən yeməyi, ləzzəti bəyənmirlər. Ona görə də dedik, neyiniyək? Onlar üçün, onların da bir ağız dadına uyğun olacaq, təzə-təzə, gözəl məhsullar sifariş edək. Eyni zamanda uşaqlara da bal, qaymaq, hər şey sifariş etmişik buradan. Bir yeməyin dadlı olması üçün əsas nə lazımdır? Dadlı məhsullar, ərzaqlar. Təbii ki, bunu da Gəncədən sifariş edə bilərdik. İndi bir-bir açacağım, sizə göstərəcəm ki, bu səbətin içərisində nələr var. Əslində, həm sevdiklərinizə bunu hədiyyə edə bilərsiniz, həm də evə sifariş edə bilərsiniz. Uşaqlarınız dadlı təamlar datsınlar, qonaqlığınız varsa və bayram qabağı da əsasda bayram süfrələrinizi Gəncə nemətləri ilə bəzəmək istəyirsinizsə, əvəz edilməz fürsətdir. Siz də sifariş edə bilərsiniz. Göstərin bəhbə. Gəncə şəkəsi. İyisi bunun üzərindən vurur. Bilirəm ki, mən Gəncəni çox izləyicim var. Təzə, bütün məhsullar sifariş edirsiniz, təzə çıxır, göndərilir sizə. Bütün ətləri, keyfiyyətli, kəsimləri, təmizlənməsi, halal, hər biri, göyərtiləri, müxtəlif qiymətlərdə var. Eyni zamanda özünüz də seçə bilərsiniz ki, içərisində nə olsun. Bunun üzərində bir yay girir, yayda o təzə-təzə reyhan, nanə, o dərib yeyirsiniz, o iyi hiss elədim. Bax, İndi bunlardan bir qutab çıxar. Bir pomidor xiyar salatı çıxar. Məncə siz pişirərsiniz. Həndir çörəyinə, suyuna batır. Çox danışıram, amma bu Gəncə paxlavası. Bunun rənginə baxın, gözəlliyinə baxın. Artıq siz demə ehtiyac yoxdur. Təmiz, gözəl bir məhsulları hazırlayırlar, paketləyirlər, göndərirlər qapınıza qədər. Bu arada qaynanalar da bayramda gəlib, gəlinlərinin evlərini də göndərə bilərlər belə. Yəni, tam bayram hədiyyəsidir də, bunun gözəl nə ola bilər? Arzuladım qaynana. Mən məsələn qaynana olsam, gəlinimə böyük, gözəl, samballı Gəncə səbəti sifariş edərdim, göndərərdim. Sonra da deyərdim, indi gəlinim, hazırla, mən gəlirəm qonaqlığa. Onlardan gözəl bir çay gələrmək. Çay gələrmək. Bəli. Bir dərdən dərmanıdır da, dağ çiçəkləri, dağdan xüsusi dərilir. Qapınıza qədər gəlir. Mənim üçün bu dünyada ən gözəl ləzzətlərdən biri Gəncə qaymağıdır. Yəni, ülüşdə bilir, evimizdən əksik olmur. Daim sifariş edirik. Yəni, gecə belə şirin çayla, Gəncə çörəyi ilə oturub yeyirəm. Baxın, buzda göndəriblər ki, xarab olmasın. Bir qorxurdum, fikirləşirdim, elə xarab olmaz ki, qaymaq gələndə. Amma belə, baxın, buzda xüsusi göndərirlər. Yəni, gələn hər şey təzə gəlir. Bizim üçün doğruyub, təmizləyiblər, asatril. Evdəkilərin ən sevdiyi balıqdır. Ona görə sifariş elədik. Bəli, özləri təmiz. Baxın, görüncə səliqə ilə onu doğrayıblar, təmizləyiblər. Baxın, yanına buz da qoyublar, xarab olmasın. Nehrə şoru, uşaqlara sifariş eləmişəm ki, səhərlər yaxşı qidalansınlar, keyfiyyətli məhsullar yesinlər. Hamısı kənddən gələn, yəni mağaza məhsulları yox. Kənd süzməsi, bunu hətta içərisinə yağ tyorkalayıb, səhər yeyəndə lavaşın arasında şirin çayla. Yəni, o dad mənim uşaqlığımın dadı da həmişə bizə də yeyərdi. Allah rəhmət eləsin. Çox sevirəm onu. Kənd yumurtası, ən sevdiyim pendirlərdən biridir. Motal pendir, mən o duzluğu, dadını sevirəm mən. Sonra camış qatığı, bizim uşaqlar qatıq çox sevirlər. Çox yeyirlər. Bütün yeməklərin yanında demək olar yeyirlər. Ona görə də qatıq olmazsa olmaz da həmişə də yəni yalnız kənd qatığı alırıq. Mağaza qatığı demək olar alırıq da, yəni çox nadir. Dağ balığı, indi bunu açmıram. Şir olmasa sabah böyük banka alıb boşaldarıq onun içərisinə. Gəncə doğası. Ən dadlısı. Böyle doğanı da çox sevirik. Badam mürəbəsi də bunun rənginin duruluğuna, gözəlliyinə baxın. Kəlbəcər balı təmiz. Dağ balı oradadır, Kəlbəcər balı da can dərmanı. Belluqa balığı, asatrin, farey balığı, yeni il süfrələrinin tükərdilmiş vazgeçilməzi, hinduşka, daha sonra kənd çorbası həm suyundan süt edirik, yəni buyruğundan istifadə edirik, həm də ətindən belə təzə-təzə kənd çorbaları, ördək, qar yemiş qaz, qırqovu, sümüksüz mal əti, quzumuz.
Mənim sifarişlərim bu qədər idi. Siz istədiklərinizi əlavə edə bilərsiniz və ya məsələn mən bunu sevmirəm, bunu sifariş etmək istəmirəm deyib çıxardıra bilərsiniz. Siz öz zövqünüzə uyğun, öz ağız dadınıza uyğun məhsulları, təamları səbətə əlavə edirsiniz, sifariş edirsiniz. Bayrama sizə gözəl çatdırırlar, hədiyyə eləmək istəsəz sevdiklərinizə də ən gözəl hədiyyədir deyə düşünürəm və ya kimisə qonaq edirsiniz deyək ki, evlərinə belə bir səbət alıb aparmaqda yəni həqiqətən nə edirsəz dəyər. Sevdiklərimə bu gördüklərinizlə süfrə açacağam, sizinlə də bölüşəcəm. Sırf mənim ailə üzvlərimin güvəndiyi və mütəmadi sifariş etdiyi səhifə Gəncə səbəti 898-dir. Yəni əminəm onların təmizliyinə, keyfiyyətinə, məhsullarına, hər birinin orqanik olduğuna. Ona görə də biz illərdir buradan sifariş veririk, illərdir daimi alıcılarıyıq. Ona görə də ürək rahatlığı ilə tövsiyə edə bilirəm. Bir şey ki, gəlir, evimizə girir, övladlarıma verirəm. Yəni həqiqətən də təmizliyinə, keyfiyyətinə, təzəliyinə əminəm.